Salam əziz müştərilərimizin vaxtı xeyir olsun. Motorların bəzi vaxt görürsən ki, motor dərcə işləyir, ya döyür motor aşağıda işləyir, amma qaz verəndə kəm gətirir. Qəbul edin ki, karburat dəyişəsiniz. Çünki görürsünüz, baxın, bunun karburatını dəyişiblər, nə oldu? Deyiblər karburatdandır, amma bu cürləmir. Bax, əvvəlin qozinə bu ki, şəmizə baxın, şəmizdən arxayan olun görün, düz deyil. Şəmiz düz olmasa, onda ehtimali ki, çox olar, bu koeliyiz boş olar. Baxın, bu koelin bərq simi, qara sim. Görürsünüz bu qara. Şolu olur, hey çıxır. Bu nə bir çıxılı buradan? Simçin ilə, dəmbarış ilə, amma burada əslində ki, sıxın, ucun. Baxın, bir çıxılı sıxın, qutuldu getdi. Bax, indi bu motor düz işləyəcəkdir. Buna xatir ki, gəlirlər, deyirlər, koeli xarab yox. Bu sim əksərən şollaşır, ona xatir həll olur. Bir budur, bir də qədim sim keşiklər ki var. Bu motor görürsəniz, bir dənə qədim şey. Bir dənə riştifayısı var bunun, sim keşikliyindən budur. Bu qədim sim keşiklikdə var idi. İndiki sim keşikliklərdə bu qətə yoxdur. Bunu da azad edilən. Bir zaman görürsünüz, bu nimsuz olur, bərqin verir bədəniyə sim keşikdən. Ona xatir bahis olur ki, motorunuz düz işləmir. Görürsəniz, əvvəlin qozinə qədim sim keşikliklərdən olsa, bunu hətmən azad edilən. Qoyun qalsın, motorunuz düz işləsin. Lazım da nə karburat dəyişəsiniz, nə boben deyirlər. Çünki motor vaxtı ki işlədi, yetirmir döyür tonda, ya karburatı iradlıdır, ya bunun koeli nimsiz olur. Amma görürsünüz, bu koelin simin sıxmağına bu motor müşkülü həll olur. İndi də motorda qəşənglə qaz yiyəcəkdir. Qaz sonrasında bu müştərinin də müşkülü həll olacaqdır. Baxın. Böyle sadə, fəqət bir dənə sadə bir müşküllə həll olur. İnşallah ki, müştərilər hər halda olsa, əvvəldə koyulan bu simlərini hətmən baxsınlar, şol olmasın. Əlbəttə, çə bu sim. Bundan biri şol olsa, bu iş gələ bilər müştərinin başına.